Sabahınız xeyir olsun, gününüz uğurlu olsun. İli köhnə avtomobillərdə, yenilerde de eləyə bilərsiniz. Yay mövsümü başlayanda nələrə diqqət eləmək lazımdır ki, kondisionerlər həm içəridə, salonda həm sərin vursun, həm də ki, avtomobildə radiator barmaqların qabağında bütün böcək, həşəratlar hamısı yuyulsun ki, mühərrin soyutmasında böyük rolu var. Hem radiator, hem kondisionerin radiatoru, hem de su radiatoru. Görsün yan-yanadır. Bu qabaqdan tutulanda hər hansı bir həşərat, böcəklər və yaxud da ki, nələrsə tutursa, həm mühərrin soyumasında problem yaranır, həm də kondisionerin soyumasında. İndi nə etmək lazımdır? Şırnaqlı su ilə hal-hazırda biz burada yuma prosesi aparacağıq. Məsafə də nə qədər olmalıdır? Şırnaqlı suyu heç bir zaman yaxına gətirib bura diriyib, buranı əzmək olmaz qətiyyən. Yani buna dikkat edin. En azından ben edeceğim, siz de bakın. Yarım metre mesafeden onu vuracaksınız. Başlayaq göstereyim. Belə, bax bu qaydada hər kəs öz radiator barmaqlıqların qabağını yudurda bilər. Ondan sonra da həm mühərrikdə qızma olmayacaq, həm də kondisioner sərin verəcək. Diqqətinizə görə çox sağ olun, minnətdarıq.